Çingiz xan isə ona 1206-cı ildə Monqol tayfalarının lideri seçilərkən qurultayda verilir. Çingiz adının mənası bəzi mənbələrdə okean, digərlərində haqq ədalət mənasını daşıyır. 10 yaşı olanda Tatarlar atasını zəhərləyib öldürür. Atasının ölümündən sonra qəbilədəki digər insanlar 10 yaşlı bir uşağın liderliyini rədd edərək anası və qardaşları ilə birlikdə Çingiz xanı öz qəbiləsindən sürgün etdilər. Monqolistanın Bozqır çöllüyünə tərk edilən qadın və uşaqlar həyatda qala bilmək üçün ağır mübarizə aparmaq məcburiyyətində qaldı. Çingiz xan hələ kiçik yaşında ailənin sağ qalması üçün mübarizə aparır. Ov edirdi. Hətta bir dəfə yeməyini oğurladığı üçün ögey qardaşını amansızca öldürür. Gəncliyində özü və arvadı Börte rəqib qəbilələr tərəfindən qaçırıldı. Bir müddət kölə kimi yaşadı. Əsir həyatı yaşayan Temuçin cəsarətini toplayıb qaçır.